Əsəblərimi pozdu bunlar. Bu ne haldır? Necəsən? Gözəlim. Xəyal, nə olub sənə? Mənə? Mən... Sən neçə dəfə demişəm evə vaxtında gəl. Bax, Gəl otur. eşitsən mən. Mənim bu vəziyyətimdə də başımı xarab eləsən, Yaxşı. yaxşı olmayacaq. Bax, gözəl. Bax, gör nə almışam. İkimiz üçün. Tamam, yaxşı. Mən gedirəm bunları hazırlayam. Sən otur burada. Bura gəl. Otur. Gəlirəm, durma, tamam? Oyda. Yorğunsan? Özü necə? Deyirəm. Kofeni hazırlayıb gəlirəm, tamam? Hı. Gəldim. Xoş gəldin. Narahat olma. Mən yaxşıyam. İştahım yoxdur mənim. Mən heç nə istəmirəm. Səndən başqa. Nə oldu ya? Donub baxarsan mən. Shit. Wow. Koş koş. Koş bakalım. Yer var yanında. Bunu istemedim. Niye? Koy bırak. Ya. Yanarsın. Allah. Hansı baba? O sen ört mən üşümürəm. Yok öyle şeyler ikimiz de öpmüşüz de. Sen bir tane film aç. Bunu param koyayım o tarafa. Gözle. Özün qoş. İdarə bu gün səndə. Şirkət bu gün səndə. Hansı filmi? Adını da yaz. Aha. Film. 3 3. 3 3. 3900. Neçə idi? Kilometre. Aha. Sebep? Səbəb? Neyse darıktığı var diye yakın uzaktadır. Mən istədiyim hər şeyə nailəm. O da yanımdadır. Görünür. Filmini izle. Yani bize hoş danışmak yaramır da. Ha? Sən Allah. Başlama. Görsən ki, vəziyyətim də yaxşıdır. Baxırıq da, kinomuza baxırıq, deyirik, gülürük. Bax, görsən səni sevirəm mən. Ben de seni sevirəm ama ne olur bari bugün dalaşmayaq da. Dalaşmırıq ki. Dalaşdıq, sonra da barışdıq. Son vaxtlar var ya sen ne bileyim o değilsən. Belki de mən elə hiss edirəm. Ya, mən yaxşıyam. Mən yaxşıyam.
Gözlərin yumulur sən. Filmə baxa-baxa yadına qalarsan burada. Uyda. İşe gecikdim. Sabah. Uyda. Dur sən Allah, dur mənə bir dənə çaydan kofedən verə bilsənsə, dur ver, mən yoxsa belə tələsirəm, gedirəm. Getmə də bu. Ayda. Nə vəzdir? Sən nə haydasan axı? Deyirəm iş tökülüb qalıb burada. Sən yenə başlasan yenə danışmağa, sən Allah. Nə olacaq? Nə dedim? Qal da getmə. Nə vəzdir? Deyirəm getməliyəm də, başa düşmürsən mən. Getməliyəm. Nəysə lazım deyil sənin çayın, kofendə. İş olan katibə məndən çox görürəm sən. Nigar. Orada dur. Ağızva yaraşdırdığın o sözləri heç olmasa qabağındakını yaraşdırma. Yaxşı? Nədir? Düz söz xətrinə dəydi. Sənə daha mən nə deyim bilmirəm. Başımı itirirəm mən sənə görə. Neynədim mən? Nəysə. Hayda, günah yenə məndə gördü. Mən neynədim axı? Düz söz deyirəm, acı olur. Amma görər o qız. Görər o qız onun başına nə anlatıram, görər o. Bezdim artıq. Vaxtında evə də gəlmir daha. Sabahınız xeyir, Xəyal bəy, xoş gəlmisiniz. Heç xoş gəlməmişəm Fira. Sənədləri ver. Mənə oradan o qələmli ver. Mənə baxın, kofe əlimdə qalır. Buyurun. Nə Sağ ol, problem var sağ ol. Xəyal bəy? Mənə deyə bilirsiniz, bilirsiniz. Fira, sən elə bu kofenin yerinə çay gətir. Bu köməyin mənə bəsdir. Yaxşı? Yaxşı, amma... Fira, Yaxşı, getdim. Fira, sən burada nə edirsən? Çox yorğun görsənirdiniz, ona görə oyatmaq istəmədim. Həm də sanki fikrinizi yayındıran bir şeylər var. Fira, həddi bir diqqətli ol, yaxşı? Yox, dostunuz gəlmişdi, sizi istəyirdi, çağırın. Çağır gəlsin, özün də 2 fincan kofe gətir. Oldu. Salam Xəyal, necəsən? Keyfin ala? Xoş gəldin qardaşım. Şükür, sən necəsən? Aile vəziyyət necədir qardaş? Salamatçılıqdır. Təşəkkür edirəm. Çox sağ ol. Necədir qardaşım, işin, gücün, vəziyyətin? Şükür qardaşım, şükür. Nə yaxşı gəldin, eyvallah. Elə mən də bu yaxınlarda istəyirdim. Zənciləşək, görüşək. Hə, bilirəm. İşdən gücdən vaxt eləyə bilsən, bir rayona da gedib istirahət eləyərik. Rayonu deyə bilmərəm. Amma belə məkanların birində buraya yaxın bir yerdə oturub axşamların birində içib başımızı qata bilərik. Mən nə demirəm, Xəyal? Xanımları da götürək, həm bir-birlərini tanısınlar, həm də hamımız birlikdə gedib istirahət eləyək. Heç havasında deyiləm. Ay Şamil. Həm bu iş güc, həm də ki... Həm də nə? Demək ki, yenə yola getmirik. Bax, əziz qardaş, işləri özün bəhanə edirsən. Bunu özün yaxşı bilirsən. Mən səni tanıyıram. Uşaqlıqda belə şeylərin xəyalını qurardı. Xırda para şeylərə görə xəyalımızı yandırmağa dəyməz. Gəl razılaş. Həm baş beynimizə sıvar, həm də nigarla özünüzə gələsiniz. Bu ikiniz üçün də yaxşıdır. Şamil, çox sağ ol təklifin üçün. Amma gələ bilmərik. Hə, yaxşı.
sən belə deyirsənsə, seçimindən dönən deyilsən. Amma unutma ki, uşaqlıqda dediyim kimi, sənin yaxşı, pis, fərq etmir. Həmişə qərarlarında yanındayım. Bilirəm qardaşım, bilirəm. Sabah vaxt edib görüşərik. Problem deyil. Mən də gedim yavaş-yavaş. Çaya görə də təşəkkürlər. Qızım, diqqət et ya, gözü var səndə. Hadi yaxşı görəyik. Hayatım. Hayatım. Aa, dəlisiniz siz? Hayatım, bəs sənə bir bax işdən çıxanda gözlədə mən. Biraz da səsini çıxarsan, indi hamı da elə biləcək ki, mən də sənə gəlib yaxınlaşmışam. Görmürsən arxanca düşən var. Ha? Anladım. Sən indi belə bu vaxtı hara gedirsən? Mən əslində bu vaxt evə gec gedən deyildim. Amma işim gec bitdi. Bildim. Gəl getdik. Gəl. Bəs bu vaxtı çöldə barda, yəni məncə bu səfər, gələn səfər çıxmarız çöllərə, özünüzdə görürsünüz vəziyyəti. Bəli, elədir. Mən artıq çatdım. Çox sağ olun. Siz sağ olun. Siz sağ olun. Adınız necə oldu? Xəyal. Mən də Zərifə Şadov. Gecəniz xeyrə. Xeyrə qaç. Cavab ver. Hardaydın deyirəm. Üzümə bax! Qaçırma gözlərini. Sən... Yaratdığın ya sənə bax səni! Məni saldığın hala bax, neynədin? Neynəmək istəyirsən? Susma! Susma, cavab ver! Danış. Danış. Sənin məni ayrılacaq vaxtın yoxdur, hə? Ancaq o katib... Sus! Sus! O ağızva yaraşdırdığın cındırlığı, şərəfsizliyi mənə yaraşdıra bilmərsən. Başa düşsən məni? Hə? Sus dedim! Səncə mən niyə beləyəm? Hə? Niyə evə gec gəlirəm mən? Mən niyə əvvəlki kimi səni sevirəm? Özünə niyə sual vermərsən onu, hə? Özünə sual verdin heç? Yox. Ancaq, bax belə, öz xoşbəxtliyin üçün, öz xoşbəxtliyimi əlində saxlamağın üçün Sən məni heç bir zaman sevmədin, eşitdin? Gözlərini belə qaçırırsan, hansı sevgidən danışırsan? Hansı?
inanırsan? Dəyərsizəm? Hı? Bu qədər dəyərsizəm. Mən sənə görə, üzümə bax, mən sənə görə ailəmə qarşı çıxdım. İstəyin bu deyildi, hə? Qaçaq, ev, iş, vardı hamısı. Niyə yoxdur mənim xoşbəxtliğim, hə? Niyə yoxdur da? Niyə, hə? Niyə? Yox. Sən gününü görəcəksən. Nə günün varsa görəcəksən. Xəyal məni başa düş, qurban olum başa düş məni. Getmə. Mən aldım. Payımı aldım. Bu qədər yetdi. Bu qədəri yetdi. Yatıram mən. Sağ ol. Tapa bilmirəm. Necə ola bilər bu cür insan sosial işlətməsi? Axı olmalıdır. Özünə gəl Zərfə. Sadəcə sənə yaxşılıq edib. Kim olsa yenisini edərdi. Amma o başqa baxırdı. Dəli olma Zərfə. Bəlkə həyatında kimsə var. Yox. Pis bir şey etmirəm ki. Sadəcə təşəkkür etmək istəyirəm. Dünən mənə çox böyük yaxşılıq etdi. Mütləq təşəkkür etməliyəm. Oy da, gec oldu ya, gedim. Sən? Mənə bilet lazımdır. Amerikaya getmək üçün də. Yəni, alınırsa bu gün üçün. Bir dəqiqə baxın. Təəssüf ki, bugün olan bütün uçuşlar dolub. Bəs necə eləyə bilər? Bir dənə bax, nə lazımdırsa mən verirəm. Nə lazımdırsa. Bir dənə prosto bu günə həll eləyəcəm. Təəssüf ki, bugün mümkün olmayacaq. Ən tezə çıxacağam. Amma istəyirsinizsə nömrənizi verə bilərsiniz. Ən tez ehtimalda mən sizinlə əlaqə saxlayaram. Olar. 070 970 18 27. Onu mən sizdən xəbər gözləyirəm. Aldım. Sağ olun.
Müstəy Xəyal bəy necəsiz? Salam, salam. Deyirsən elə mən fikirləşdiyim. Sən nə danışsın? Xəyal bəy, mən hər şeyin fərqindəyəm və buna razı ola bilmərəm. Deyəsən, bu sualı bir də təkrarlayım, hə? Sən nə danışırsan? Özün heç başa düşürsən, hə? O başından Fira burnu girməyən yerə başını soxma. Yaxşı? Hər şey göz qabağındadır Xəyal bəy. Mən buna razı ola bilmərəm. Bir qadına görə belə məhv olmağınıza razı deyiləm. Ən azından bir tövsiyə olaraq bir işçiniz kimi pisliyinizdə heç nə demirəm. Ən azından bir neçə gün evə getməyin. Evə gedin. Evə gedin. Və bunu mənə katibəm deyir. Vallahi sən baş bitirmisən. Səni cırcırama. Hansı üzdən oturmuşsan mənim sevgilimin yanına? Siz kimsiniz? Bilmirsən kiməm mən? Xeyr. Nigar, tanıdım. Xəyalın sevgilisi. Sən necə utanmaz, arlanmaz qızsan ha? Sən ev yıxansan, ev dağıdansan sən? Ağzınızın danışığını Bilmirəm, nə qalırsan? Ona görə Xəyal bəy evdən çox işdə olur. Baxmaya mən Mən gör səni bu işdən qovdururam, qovdurmuram. Bildi, Eləyə bilirsiniz verirəm. başlamaz. Hey! Dur görür. Hayasın. Özünə gəl. Özünə Sən gəl. darıxma, sən səbirli ol. Bir dayan. Sənin xəbərin var neyini bu? Ne olub burada? Sakit, başa sal. Gel bura. Yaylanıt belə yerinə. Nə cavab verir? Gəlib məni burada yolan odur, mən hesab verəcəm. Az danışmaz, ev yıxan. Sən kimlərin çox Mən ev yıxan, gəlib burada hər Sənsin şeyi ev çıxardan, yıxan. sən Sən ha. Bir dəqiqə. Firuzə. Get. Əşyalarını da götür. Evlə. Ax Xəyal bəy. Fira. Bura bax. Eşitsən mən? Mənə nə? Eşidirsən mən? Mənim səsim qalxmır. Onsuz da biabır elədiyinlə də eləyirsən mən. Bir də səni işə hakəmdə, çöldə, bayırda, mənim ətrafımda görsən, belə xəbərsiz gəlib zibil qaynaqlıqlarını görsən, Mən heç nə eləmədim. Üstündən gəlmə qızım. çıx get. Hə, Xəyal, hə, çatıram. Xəyal? Hə, Xəyal. Necə gedir işlər? Nədir müəllim? Bunlar elə başım gəlsən sən. Siz nə zəhmət deyilsə Nə zəhmət olursa oradan eynisinə gətirərsə də pivə. Nə olur deyənə? Qardaşım, evə gedirəm, bir problem. İşə gəlirəm, bir problem. Mən sənin nəyin dərdin var ki? Allah'ın olsun, təmiz əsəb olmuşam. Bir də katibəm qovmuş. Niyə axı? Niyə? Nə oldu? Ayıt və gəldi mən axırda gördüm ki,
Nigar gəlib ora. Söz söhbət salır. Görün dalaşırlar. Bu ondan, bu bundan önce əməli başlayıb bir saçlarından yapışmışdılar da. Heç nə. Onu da işdən qovdum. İnarsan, evə getmək istəmir ya adam. Qardaşım, evə getmək istəmir. Çox dəyişildi sənə xəyal. İşlər səni çox yorur. Təsəvvür et ki, bu axırıncı səvət evə gəldim deməli. İşdən biraz gec çıxmışam. Gəlirəm, gördüm ki, yolun qırağında bir nəfər var. Yəni qız gedir evə. Mən də başladım baxmağa, gördüm bunun arxasında bir nəfər düşür. Dedim ki, indi nəsə bir tema var da. Getdim qızın yanına, yaxınlaşdım. Elə promoy söhbətə keçdim ki, bəs ilişməsinlər də qıza. Ev ki, qızın neçə illi sevgilisi, belənçə qızın nəsə ki, eləmişəm, yaxşılıq eləmişəm də qardaş. Mən yaxşılıq eləmişəm. Burada? Hədə burada 5 dəqiqə araqda oturduğumuz yerdəydik. Nə istəyir qardaşım, getdim onu bəs bəyədim, evə getmişəm yenə haykü. Sən bir dənə danışa biləmi? İçimi bir dənə, nə bilim. Deməli o idi. Nə o idi qardaşım? Mən yolla gələndə hələ yaxınlarda, mağazada yuxarı çıxanda sənlə danışırdım. Aha. Telefonda zəng gəldi, götürdüm. Danışanda xəyal dedim. Qız dedi xəyal. Mən də dedim hə xəyal. Duruxsundu. Mən də bilməzdim o olar. Bir dəqiqə. Saat neçədir? Saat. Nə oldu? Zərifə. Qardaşım, mən getməliyim. Ara. Nə oldu? İşdən çıxan vaxtlardır. Nə tez Nigarın yerinə qoydun o qızı? Xəyal. Nə danışsın ya sən? Dəli. Qardaşım, dəlisən sən. Mən getməliyəm. Hara tez oturmuşduq ki? Mən getməliyəm. Getmə xəyal. Get. Getmə. Bir yerdə idi. Get. Ailəmi inandır. Yaxşı? Arxanca gəl. Alo, polisdir. Bu yaxınlarda cinayət hadisəsi baş verib. İndi biz gedirik ora. Siz də yeri deyəcəm. Aha. Ol. Nə olub? Çox qıpraşma da, indi ipləri duracaqsan. Sənə deyim ki, bunu telefonda götür. Apar qoy önə, gizlət. Gözəl qız, bilirsən niyə buradasan? Bilmirsən. Sənin atabın çoxlu qumar borcu var. O borc ödənməlidir. Bildin? Sən sakit ol ki, sağ-salamat gedə biləsən. Razılaşdıq?
Həll elədin dediyim işi. Hə, həll elədim. Düş qabağıma. Alo, Alo, Xəyal. Zərifə? Mənəm. Hardasan sən? Bilmirəm hardayam. Məni qaçırdıblar. Şərəfsiz. Yeri heç bilmirsən? Nə olar tez gəl. Bilmirəm haradır. Konum at da mən heç olmasa oradan bir dənə konum yolla. O nə səsdir elə? Qatar səsi gəlir. Qatar. Gəlirlər. Yaxşı. Narahat olma, gəlirəm mən. Gəlirəm. Gəlirəm Zərifə. Özü yaşı aparsan. Yaşı olsa hər şey. Zərifə? Xəyal. Ay! Aç buranı! Aç! Sipi. İndi nə edəcəyik? Hayda. Tələyə saldılar bizi. İndi nə edəcəyik? Telefon anı. Orada. Set yoxdur. Məndə də. Bəs indi? Qəhrəman. Belə bir yerə gəlib də tədbirsiz olman məni çox məyus elədi doğrusu. Sən kimsən, hə şərəfsiz? Çıx üzbəyüz danışaq, hardan bu danışır? Kimdir bu? Ay. Burada söhbət bu deyil. Gəlmisən, özünü bir bəlaya salmısan. Sənə şans verirəm, çıx get. Zarafat eləyirəm, hara gedirsən? Sən bizim işimizə qarışmasaydın yaxşı idi. Salamatı elə, sən qal burada. Məclisimiz maraqlı olsun. Sevgilinlə son günlərimi yaşa, son saatlarımı yaşa. Sən belədir ki, bıraxsaydım, gedərdim. Nə bıraxmaq? Siz üçün qəşəng bir sürpriz hazırlamışam. Birazdan gözlərinizlə görəcəksiniz. Yox, ya da ki, burnunuzla duyacaqsınız. Nə danışır bu? Nə danışır bu? Nə oldu? Heç bir yerdə hava yoxdur. Yer tapa bilmədim. Bu nə idi belə?
Şərəfsiz. Qaz vurub o bura. Ha, bunun başı çatmır ya. Ha, valla bunun başı çatmır. Ha, biz neyniyəcəyik ya? Neyniyəcəyik biz? Çox üzr istəyirəm. Mənə görə sən də buralara qədər gəldin. Biz buradan bir yerdə qurtulacağıq. Yaxşı? Narahat olma. Buradan çıxaq bircə. Hər şey yaxşı olacaq. Bəs sən niyə buralardan getmək istəyirdin? Çünki mənim həyatımdakı olan o şəxs bir qram məndən o sevgini, o xoşbəxtliyi bircə qram olmaya yaşatmadı. Sanki evdə bir dənə xəstə idi. Amma mən onu sevməkdən başqa istəyəməmişdim. Amma mən sənə söz verirəm. Buradan gedəndən sonra hər şey çox bomboşqa olacaq. Zərfə. 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 Xəyal, 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 xəyal.